Salam, xoş gördük sizləri. Bugün sizlərə vulkanlar haqqında məlumat verəcəm. Deməli, geosignal qurşaqlarda tektonik çatılar vasitəsilə ərimiş maddə, yəni maqma yer səthinə doğru çıxır. Bu çıxma prosesi adlanır maqmatizm prosesləri və bu proses nəticəsində yaranan relyef forması isə adlanır vulkan. Vulkanlar özləri material tipli yer qabığında və okean tipli yer qabığında baş verməsinə görə iki qrupa ayrılır. Material tipli yer qabığında baş verən vulkanlar stratovulkanlardır. Bu vulkanların lavalarının tərkibi tuş tərkiblidir və qatı olur. Qatı olduğuna görə yer səthinə çıxdıqca öz relyef formasını hündürləşdirir. Ona görə deyirik ki, stratovulkanların lavası tuş tərkibli, qatılığı daha qatı və hündürlüyü daha çox olur. Stratovulkanlar həmçinin partlayış baş verər zaman dağıntılarda çox olur, səsi də gür olur. Stratovulkanları nümunə kimi göstərə bilərik. Deməli, Etna vulkanını, Vezuvi vulkanını, Kilimanjaro vulkanını və s. digərlərini nümunə göstərmək olar. Bir də var, okean tipli yer qabığında baş verən vulkanlar. Bu vulkanlar adlanır qalxanvari vulkanlar. Qalxanvari vulkanların lavası sıyıq olduğuna görə o yer səthinə çıxdıqca ətrafa doğru yayılır. Buna görə onun hündürlüyü artmır, hündürlüyü az olur. Amma ətrafını genişləndirib qalxanvari forma aldığına görə bu vulkanları adlandırırıq qalxanvari vulkanlar. Qalxanvari vulkanların partlayışı zamanı dağıntı da az olur, səs də az olur, zəif olur. Əsasən okean tipli yer qabığında baş verir. Misal üçün buna nümunə göstərə bilərik Mauna Loa, Mauna Kea vulkanlarını, Hekla vulkanını. Bundan başqa vulkanlar özləri fəaliyyətdə olmağına görə də, faallığına görə də iki qrupa ayrılır. Fəaliyyətdə olan vulkanlar var, sönmüş vulkanlar var. Fəaliyyətdə olan vulkanlar o deməkdir ki, tarixi dövr ərzində partlayışı müşahidə olunub, yəni insanların yadında qalıb. Buna deyirlər fəaliyyətdə olan vulkanlar. Bir də var sönmüş vulkanlar, yəni o vulkanların partlayışı ilə bağlı heç bir tarixi bir mənbə müəyyən olunmur, amma vulkan krateri konusu var, görürük onu. Fəaliyyətdə olan vulkanlara nümunə kimi Kilimanjaro vulkanını göstərmək olar, Krakatoa vulkanı.